yer kürəsinin ürək döyüntüsü olduğu müəyyən edilib. Amerika Birləşmiş Ştatlarının New York Universitetinin alimlərinin apardığı araşdırmada planetdə geoloji proseslərin müəyyən dövrlərdə təkrarlandığını üzə çıxarıb. Nəticələr Geoscience Frontiers jurnalında dərc olunub. Tədqiqatçılar son 260 milyon il ərzində baş verən 89 geoloji hadisəni analiz edərək belə qənaətə gəlib ki, yer üzündə hər təxminən 27 milyon ildən bir aktivlik pik həddə çatır. Bu proseslərə vulkan püskürmələri, tektonik plitələrin hərəkəti, dəniz səviyyəsinin dəyişməsi və kütləvi məhv olmalar daxildir. Alimlər bu ritmi çox yavaş ürək döyüntüsü ilə müqayisə edib. Araşdırmaya görə son belə aktiv dövr təxminən 7 milyon il əvvəl baş verib və növbəti pikə hələ milyonlarla il qalır. Bu isə o deməkdir ki, yer hazırda nisbətən sakit mərhələdədir. Alimlər qeyd edib ki, bu dövriyyənin səbəbi hələ tam aydın deyil. Bəzi fərziyələrə görə səbəb tektonik proseslər və ya mantiyadakı dəyişikliklər ola bilər. Digər ehtimallara görə isə kosmik təsirlər, kometlərin hərəkəti və ya Günəş sistemindəki dəyişikliklər daxildir.